Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Sibirdəyik, Park Residence 2 layihəsində gəlmişik burada bir mənzilimizdən tanış olmağa. Şövqü bəy bizə bir mənzilimizi tanış edəsin. Ha, salam Şövqü bəy, necəsiz? Hoş gördük. Şad olun. Gel. Bizim bugün burada hoş geldiniz. Maraqlı, çox maraqlı dizayn var. Adətən burada 57 kvadratlar bir otaq studiyo olur. Maraqlı dizayn verilib bura. Yəqin ki, şəxsi istifadə üçün. Şəxsi istifadə üçün ümumiyyətlə 57 kvadratdan gördüyünüz kimi hər bir şey yerləşdirilir. Yəni boş sahə yoxdur da hər bir şeydən belə deyək də səmərəli istifadə olunur hər bir yerdən. Televizoru gördüm, ancaq mətbəx avadanlıqların, elektronika heç nə görmədim. Şöyle. Yəni şey yoxdur. Elə bir şey olar. Mətbəx olsa üzərində avdanlığı olmasın. Bax gördüyünüz kimi sobası mətbəx mebelinin üzərinə qoyulur. Aha. Mənlərdən istifadə olunur. 3 nəfərlik yemək masası var qarşısında. Mətbəx mebelinin biri burada. Ha, bir dənə deyəsən bu kifayət edir. Yox, yox. Yəni qapıdan girən kimi qardırobumuz da var və hamısı düşünürsünüz qardırobdur, elə deyil. Burada nə Bu var? nədir belə? Ha, soyuducu, Soyuducu, gizli bəli. şəkildə, qəşəng. Aşağısı Əla, dondurucu yeridir. maraqlıdır. Bu qapının da arxasında Paltar çamaşır yanma. maşinası var, paltar Əla, yanma maşını var bəli. əla. Necədir? Bəs sanitar qoşaq? Yoxdur deyəsən o da. Santa qoşub həyətdə hovuz var da, hovuzda. Görsədə bilərsiniz. Gəlin buraya. Ha, buradadır. Gizli qapıdır. Bəli. Bunlar şey, yəni gözə çarpmır. Yəni bunu görməyənə qədər gizli içəridə belə bir gözə sanitar qoşağı. Ümumiyyətlə baxın, görün necə minimalist dizayn, çox gözəl dizayn olundu. Rəqamlar əla sizə. Genişlik də əladır. Bir şey verirsiniz. Gündürük də qəşəng qalıbdır. Yürüyüş super. Qəşəng deyil, super. Və standart şəhər binalarında 330-dan başlayır təmiz şəkildə. Burada təmir olunub belə 330 qalır yerdə. Yataq üçün bu yəqin ki, bu divan nəzərdə tutulur da. Yetərli də biri orada yatsın, biri burada məsələn ki. Gəlin bura. Yatarsız get mənzil olar. Mən bu gözəlliyə şükür edirəm. Əla. Siz bir otaqlı ev təsəvvür edin. 57 kvadrat, hər bir şey var. Yataq dəstinin gözəlliyi, qardırobu. Burada özünə məxsus yenə də şəxsi televizoru. Yəni hər bir şey var da bu mənzildə. Kondisioner də bu arada var burada. Bura qədər düşdü. Bəs bu qarşıdakı nədir belə? Bax bunlar. Mənzilin ən canlıcı məqamlarından yerindən biri bura. Baxın, şəxsi yaşıl zonası özünə məxsusdur. Biz buranı sizin istifadəniz üçün sizə verir. Amma sənədə daxil deyil. Hə, kupçası yoxdur da. Kupçası yoxdur. Tikinti icazəsi var. Hər bir şey var, müqaviləsi var. Yəni burada Yəni mən burada bir otaq əlavə qaldıra bilərəm. Yox, yox. Onlar icazə yoxdur. Bura şəhərin mərkəzi deyil ki, Kurşovqanızı artırasınız 5 metrdən. Elə bir şey yoxdur. Aa. Şəxsi istifadənizə verilir. Yəni istifadənizə deyiləndə biz burada nə edə bilərik? Burada yəni divan qoyub uşaqlar üçün əyləncə üçün nəsə qoyub istirahət edə bilərik. Yəni mümkündür. Sərbəst svabor olur. Əla. Sərbəst istifadə edirlər. Gülünüzü əkin burada. Yəni gül sevən xanımlar var, rahat güllərini əksin, yetişdirsin. Bura baxın, gözəlliyə fikir verin. Yəni buranı siz çəkin, baxsınlar. Hovuzda necə gözəl görünüş var. Ha, hovuza da görünüş. Sanitar qoşuna girməyə ehtiyac yox. Bilirsiniz, qəşəng üzürsüz, günə enerji dolu başlayırsınız. Burada səhər qəhvənizi içirsiniz. Burada 2 nəfərlik belə bir balaca mini masanız var. Yəni Sibirdə rahat yaşamaq üçün, yəni bu ev olduqca ideal. Həm də investisiya üçün də kirayə. Yəqin ki, bu yaşıllıqlar böyüdükdən sonra artıq görüntü, buranın görüntü. Niyə dədə baba qaydasını salırsınız ki, buraları bağlamaq? Qalıb da Avropa sayağında qaldı. Niyə bağlamaq istəyirsiniz ki? Yəni bir zabor eləməyəcək, daş zabor olmayacaq. Ancaq belə bu görüntü ilə bağlanır da. Yəni mümkündür. Mən belə başa düşdüm ki, bunlar böyüdü. Bəli, mümkündür. Zövqün eləyə bilərsiniz. Şövqə, bəs Qapalı sistem. qiymət maraqlıdır mənə. Bu əşyalar qiymətə daxildir, daxil deyil. Bir dənə onun zəhmət olsun. Gördüyünüz bütün əşyalar qiymətə daxildir. Hovuza qədər. Hovuza qədər. Yəni Əla. qiymət nə az nə çox. 225 min manat. Yəni bir Təmirli və hər bir əşyalı şey var, qəşəng. Təmirlidir, əşyalıdır. Yayın Sibirin bütün imkanlarından istifadə edə biləcəksiniz. İstirahətiniz üçün əladır. Yəni bir sözlə superdir. Kirayə verə də bilərsiniz. Çox sağ olun, təşəkkür Siz də sağ edirəm, olun. minnətdaram. Sağ olun. Müştərilərinizlə təkrar görüşərik. Yəni İnşallah. çox qalmayacaq bazarda. Yəni bunu deyim biləsiniz.
Sizin də işlərinizdə uğurlar arzu edirəm. Çox sağ olun, minnətdaram. Təşəkkürlər.